Çexiyadan Azərbaycan xalqına salamlar. Deməli, bizim belə bir söz var, cəmaət arasında, xalq arasında ki, millətimin yaxşısına da qurban olun, pisinə də qurban olun. Mən şəxsən bu sözlə razı deyiləm. Pisin neyinə qurban olun? Pis hələ pisdir də, bu elə bizdə də pisdir. Xarici ölkəyə gələndə, vəbşə elə ondan da pisdir. O elə pis özü yaxşılara qurban olsun da. Biz insan ki, bu adam bir şey ki, bir şəxs ki, şəxs demirəm mən ona. Bir adam ki, bir pisdirsə, bundan bir heç kim xeyir görməyibsə, onun neyinə mən qurban ola bilərəm. Mənə gəlir ki, bu sözü adətən xaricdə yaşayanlar başqa millətləri görüb, yəni onların mənfi cəhətlərini görüb, deyirlər ki, millətimin yaxşısına da qurban olun, pisinə də qurban olun. Mən ona razı deyirəm. Bu elə pis sözü qurban olsun yaxşılara. Bəlkə düzdür biləm. Deməli, bugünkü videom məlumat xarakterli olmayacaq. Amma ola bilər bəlkə indi kimsə hansısa bir məlumat kimi oradan özünə nəsə götürsün. Məsəl üçün, burada Çexiyada necədir? Çexiyada zavodlarda, fabriklərdə baxmırlar ki, sən qadınsan yoxsa kişisən. İnandırım sizi ki, mən çox rastıma gəlib, yəni çox rastlaşmışam ki, bir görsən qadına elə bir iş verir ki, ağır bir iş verir. Yəni faktiki, fiziki olaraq qadın, yəni bu işdən işi görə bilmir də. Yəni çox çətindir. Ağrıyır, bütün qolu, əli, ayağı. Yəni baxırsan ki, bu kişiyə aid olan bir işdir. Ancaq onu qadına verirlər. Bir də görürsən kişiyə elə bir iş verir ki, qadın orada çapalayır. Yəni qadınlar burada var 18 yaşından, burada qızlar var ki, işləyirlər 18 yaşında qızlar, oğlanlar. Yəni Ukraynadan bu qaçqın kimi gələnlər də gəlirlər, yəni işləyirlər burada. Bir görürsən kişidir ya cavan oğlandır, görürsən ki, belə zdarov, bayvoy bir oğlandır. Ona elə bir iş verib ki, gedib nə bilim orada, elə bir ki, şeydir, sapı iğnəyə taxır da, yəni belə bir şey. Xırda bir şey də, yəni iqruşka, elə bir ki, bir iqruşka oyun oynayır. Amma qadın orada verib, məsəl üçün, baxmır özdə qocasıdır. Ümumiyyətlə, baxanda adama bilirsən ki, bu adam, məsəl üçün, fiziki bu adamın buna gücü çatar, gücü çatmaz da bu işə. Yəni, bunun öhdəsindən gələr, gəlməz, fərqi yoxdur. Göndərirlər. Yəni, mən şoka düşürəm. Sonra da norma tələb edirlər ki, normanı yerinə yetirmir. Bu adam normanı necə yerinə yetirsin ki, bu adam bacarmır da onu. Yəni, qoca kişi olsun, fərqi yoxdur. Qoca kişini görsən elə bir işə verir ki, faktiki onluq deyil də bu iş. Ona yüngül işi lazımdır vermək. Həm də bunların bu psixologiyası mənə çatmır ki, yaxşı, sən norma tələb edirsən, amma faktiki olaraq elə adamı elə bir işə göndərirsən ki, o adam o işin öhdəsinə gələ bilmir, deməli norma da verə bilmir, o sənin üçün də pisdir ki, çünki sənin işçinin normanı yerinə yetirmir. Yəni bunların bu psixologiyasını başa düşmürəm. Amma bizdə məsəl üçün qadına aid olan işi verirlər, yəni fiziki ağır olan işi qadına vermirlər. O da bizim mentalitetdən irəli gəlir. Yəni bizdə belə bir qadına hörmətdən irəli gəlir. Amma bunlarda qadın-kişi bərabərliyi, yəni şeydirsə, o baxımdan fərq eləmirsən, qadınsan, uşaqsan, qızsan, fərq eləmir. Yəni işləməyə gəlmirsənsə, işləməlisən. Gedib sənə ağır-ağır işlər verirlər, işlədirlər. Düz elə yerlər var ki, şey edir, yəni hörmət edirlər. Amma vaxtsamın çox yerlərdə elədir. Bu Çexiyada işləyənlər varsa, bu videoların qarşısına çıxacaqsa, çox güman ki də çıxacaq. Onlar da kommentlərdə bunu çox güman ki təsdiqləyəcəklər. Mən deyənləri. Bayaqları o pis adamlar misalını çəkdim. O pis adamlar gəlib xaricdə nəsə bir pis hərəkət eləyəndə, nəsə bir pis iş görəndə dilim də dolaşdı. Onu anlamır ki, başa düşmür ki, ümumiyyətlə o millətin adından gedir. Artıq bir var sən Azərbaycandasan, Azərbaycanda o bir pis əməl edirsən, bir pis iş görürsən, kiminsə nə bilim aldadırsan, kiminsə nə bilim evini yıxırsan, nə edirsən. O elə bir ki, sənin öz evin içindədir də. Yəni, bir Azərbaycan, bir dövlət, bir evdir də. Yəni, o evin içindədir. Amma sən gəlib onu xarici bir dövlətdə, xarici bir yerdə eləyəndə, sən artıq evin içində olmursan. Sadəcə olaraq bütün millətin adını batırmış kimi olursan. O yüzden, misal üçün, Ukraynalılar gəlirlər bura, özlərini, hamısı yox, bəziləri özlərini vəhşi kimi aparır, içirlər, ağızdan danışığını bilmirlər, qışqırırlar, piyan-piyan düşürlər küçələrdə, nə bilim, bəkdən danışırlar, anqırırlar, sonra nə bilim, dava, dalaş, şava, nə bilim, ala boşumda minlə hoqqadan çıxırlar. Çexlər də artıq bunları sevmirlər. Necə ki, bizdə ərəblər gəlirlər, özlərini apara bilmirlər, bizdə ərəblərə qarşı elə bir ki, biz deyək, bütün millətin adından demirəm, amma firavno da, yəni də, bilirsən, ərəb deyir, istər-istəməz ərəblərə qarşı elə bir ki,
səndə neqativ fikir, təəssürat yaradır. O ki, gelib bizim şəhərdə xiyabanda oyun çıxardırlar, orada meymunluq edirdilər. Yəni burada da Ukraynalılar özlərini elə aparanda Çexlərdə də istər-istəməz bu xarici vətəndaşlara qarşı nifrət hissi oyanır. Mən hətta dünənləri eşitmişəm ki, bir Ukraynalı gedib dükana girib, o orada satıcı ona deyib ki, biz xaricilərə qulluq eləmirik. Yəni təsəvvür edirsən, yəni xidmət göstərmirik. Yəni görün nə hətta gətirib çıxardırlar. Hə, indi sizə bir iş yoldaşım var, Ukraynalı, ondan danışmaq istəyirəm. Deməli, onun başına nə gəlib? Yəni burada mentalitet söhbəti var. Qulaq olsun, indi biləcəksiniz söhbət nədən gedir. Deməli, gediblər, deməli bunlar onu dostu ilə gedib Almaniyaya. Almaniyada gedib orada yeyib içiblər, konkret alkoqol qəbul ediblər, spirtli içkilərdən, daha bilmirəm, pivədir, mən viskidir yoxsa nədirsə, boşum. Sözüm onda yox. Deməli, bunlar bu verib maşını yoldaşına sürməyə. İndi daha bilmirəm, yoldaşı buna deyib ki, ver mən sürüm, ya bu deyib ki, gəl sən sür, onu deyə bilmərəm, soruşmadım ondan əslində. Boşum, bir sözlə. Bu oturub yanında, bunun dostu da sürüb maşını və bu sürən yerdə də qəza olub, avariya olub. Günah da o biri maşındadır. Yəni bu şofördə yox, bunun dostunda yox, o biri maşında olub. Maşın olub yararsız vəziyyətdə düşüb, maşını evakuatorla aparıblar, tullayıblar maşın ölüxanasına, zibilxanasına. Yəni heç nə, maşın əldən çıxdı da, yəni bir sözlə. Maşın da elə bir bahalı belə maşın olmayıb, cəmi ümumi qiyməti soruşdum, dedi 4000 evrodur. 4000 evro. İndi dostum nə deyib ki, bəs mən sənə 2000 evronu verərəm də. Burada gör nə qəşəng arx axır burada, bilməm görürsünüz, görmürsünüz. O göstərim. Qəşəng buradan arx axır. Gözəl təbiəti var. Qaldığım evin yaxınlığındadır, belə bir yerdir. Gözəl bir yerdir, təbiətdir. Yəni çox xoşuma gəlir. Nəysə, sözüm onda yox. Dostum nə deyib ki, bəs mən sənə maşının yarısının qiymətini verərəm, 2000-i. Amma o da deyirəm ki, bəs o 2000-i sənə verdi, vermədi. Deyir, yox, hələ vermədiyinə görə onunla dostluqdan ayrılmışam. Deyirəm ki, belə baxanda o sənə 2000-i yəni nəyə görə versin ki? Düzdür, maşını sonra, deyir, o içkili idi, deyir. Onu deyir, bu piyanım. Deyirəm, ola bildim də piyanımdır. O sənin maşını qaçırtmayıb ki. Bir var ki, sənin maşını qaçırdı, səndən xəbərsiz götürür açarları. İndi bu mənim öz fikrimdir. Siz indi öz fikirlərinizi kommentlərdə yazarsınız. Bir var ki, bu sənin maşınlı açarını evindən götürüb ya cibindən götürüb əkişdirir. Oturub xotlayıb maşını, çıxıb aradan, gedib harasa qəza törədib. Onda mən sənə razıyam. Onda 2000 yox. Sən ged onun maşının pulunun hamısını tələb elə ondan, ala günə. Amma bir var ki, faktiki sən özün öz əlinlə vermişsən açarları ona. Maşın sənin ola. Özün də oturmuşsan onun yanında. Bu bir. İkinci də ki, bunun heç bir günahı yoxdur. Günahı olmadan o birisi maşın gəlib çırpılıb buna. Bu yetim neynəsin? Deyir, o içkili idi, deyir. Ona görə deyir, o deyir, mənim pulumu verməlidir. Deyir, amma sən deyir, mala nə bilməm, bu nə cür dostluqdur. Hələ bu öz dostundan, yəni mən şəxsən ala bilmərəm o pulu. Yəni üzüm gəlməz dostuma deyim. Verirsə, belə köməkliyi kimi, sağ olsun bir dost kimi elə bir ki, yəni kömək edər, sağ olsun. Yəni bu başqa məsələdir. Bir də var ki, mən ondan küsüm ki, o mənə pulu vermir. Deyir, öz mənə bəli, o içkili idi, deyir, piyan idi, deyir. Deyirəm, ala piyan deyəndə sən də yanında oturmuşdun da, verməzdin maşını ona. Sənə kim dedi ki, ona ver maşını? Verməzdin. Yəni, bilirsən necədir? Hər millətin özünə görə, özünə məxsus düşüncə tərzi var və dünyaya baxış bucağı başqa cür. Dostluğa kimsə başqa cür baxır, bir cür baxır. Bu çexlər bəlkə də bir cür baxır dostluğa. Nə bilim, hərə bir cürə baxır da. Yəni, hər millət bir cürədir. Bizim millətdən bir də onu deyə bilərəm ki, bizim millətdən yoxdur. Həqiqətən, həm qonaqpərvərlikdə, həm istiqanlıqda, həm nə bilim, dostluqda, köməklikdə, nə bilim, həqiqətən bizim millətdən yer üzündə yoxdur. Yəni, bizim millət kimi gözəl millət həqiqətən yoxdur. İndi o pisləri çıxmaq şərti ilə, yəni pisləri mən saymıram, o heç. Onu deyim ki, yeri gəlmişlər, deyib, alma ağacıdır, alma doludur üstü. Görürsünüz almaları. Almalar doludur. Burada almanı dərmirlər, yemirlər ki, bu güya deyəndə ki, yəni bunlar belə düşünürlər ki, bu elə bir ki, təbiətin quşlarındır. Yəni quşlar gəlsinlər, yesinlər. Gül kimi almalar deyən adam baxır, adamın ağzının suyu axır. Özü qəşəng uzun su almalardandır. Gözəl almadır, amma ki, gəl ki, heç kim burada dərib yemir. Dərib yeyirlər, heç kim. Yəni xaricilər gəlmələr, yəni biz, biliyorsa Ukraynalılar. Yəni bunlar gəlmələr gəliblər, dərirlər, yeyirlər. Yəni tək bunlar da orada, nə bilim,
cürbəcür gavalısı olur, gilası olur, vişnəsi olur. Yəni cürbəcür meyvələr olur ki, cəmaət burada, yəni xaricilər gəlmələr, dəlirlər, yeyirlər. Keçən dəfə kommentlərdə biri yazdı ki, onların həyət evlərini çək göstər, zəhmət olmasa. Həyət evləri bunların bax belədir, yeri gəlmişkən göstərin. Deyib, görürsünüz, indi düzdür, buradan tam dəqiq görsənmir həyət evləri. Həyət evləri bunların belədir. İndi inşallah qismət olar, bir gün məhlələrin arası girib çəkərəm. Bunların hasarları da belədir, görürsünüz də, 3 mərtəbəli deyil hasarları. Setkadan olur, belə setkanın da arxa tərəfindən həyətin içindən görürsünüz, qəşəng baxımlı şəkildə belə koldur, bitkidir, nə deyim buna bilmirəm. Yəni belə bu qaydada qəşəng edirlər, yəni hasar tipli. O da ki, çox gözəl görsənir. Eləsə heç bir şey sonu da eləmir. Sadəcə olaraq bir dənə setka çəkir, yəni bilinsin ki, bu mun həyətidir və salam qutardı getdi. Nəysə, bura qədər kommentlərdə öz fikirlərinizi yazın, kanala abunə olun. Gələn görüşədək. Hələlik sağ olun.